Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda dava olub. Hadisə Culfa rayonunun Yaycı kəndində yerləşən Qızılqaya restoran kafedə baş verib. Culfa rayon sakini 1994-cü il təvəllüdlü Qalib Məmmədov həmin restoranda dava salıb, həmkəndliləri Zaur və Əhlimana xəsarət yetirib. Hadisə ötən ilin avqustun 26-sında baş verib. Hadisəni törədən Qalibin barəsində Cinayət Məcəlləsinin 221.3 silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşahidə olunan xulqanlıq törətmək maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qalib ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, 7 ildir avtomobil təmiri ilə məşğul olur, dəmirçi malyardır. 2012-ci ildə Bakı şəhərində özümə məxsus Mercedes markalı avtomobil ilə yol piyada keçən qadını vuraraq ölümünə səbəb olmuşam. Bakı şəhəri Nizami rayon məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuşam. 3 il 6 ay həbs yatdıqdan sonra azadlığa çıxmışam. Həbsdən çıxdıqdan sonra öz kəndimdə avtomobil təmiri ilə məşğul olmağa başlamışam deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, avqustun 25-də saat 22:00-da Qızılqaya restoranında kafedə əyləşərək enerji içkisi içib. Orada telefonla ucadan danışmağa başladım. Bu zaman yaranmış səs-küyə görə kafenin müdürü mənə tərəf yaxınlaşdı. Biraz sakit olmağımı bildirdi. Mən də bura kafedir, səs-küy olacaqdır deyərək irad bildirdim. Onunla sözlü şəkildə mübahisə etdim. Onunla mübahisə etdikdən sonra oradan çıxaraq getməyi qərarlaşdırdım. Həmin vaxt orada olan qonşum ilə restoran kafeni tərk edərək evimə tərəf getdim. Yolda gedərkən həmkəndlim mənə zəng vurdu, evlərinə çay içmək üçün dəvət etdi. Mən də qonşumdan həyət qapılarının yanında ayrılaraq evimə getdim. Daha sonra oradan Zülfüqargilə getdim. Zülfüqargilin həyətində çay içmək üçün əyləşdim. Həmin vaxt məndən böyük olan qardaşım zəng vurdu. Mənə əsəbi şəkildə sən niyə gedərək Qızılqaya restoran kafedə səs-küy salmısan deyərək hirsləndi. Qardaşımdan mənim səs-küy saldığımı kimin dediyini soruşdum. Qardaşım kafedə zəng vuraraq dediklərini bildirdi. Zülfüqargildə çay içmədən masadan ayrıldım və birbaşa Qızılqaya restoranına tərəf getdim. Zülfüqar da yanımda olub. Kafeyə gitməkdə məqsədim mənim səs-küy salmam barədə məlumat verənin kim olmasını öyrənmək olub deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Qalibin ifadəsinə görə kafenin içərisinə daxil olub, həmin vaxt orada kafenin müdürü Əhliman və Zaurun bir masanın ətrafında əyləşdiyini görüb. Həmin masaya tərəf getdim, onlardan qardaşıma kimin zəng vuraraq mənim səs-küy saldığımı dediyini soruşdum. İlk öncə həmin şəxslər bilmədiklərini dedilər. Sonra nalayiq sözlərlə söydüm. Bu zaman həmin kafedə qarson işləyən Əhliman adlı şəxs zəng vuraraq qardaşım Xəqaniyə məlumat verdiyini bildirdi. Mən Əhlimanın başından şillə ilə vurdum və adam kişi olar dedim. Həmin vaxt Əhliman masada əyləşdi. Onu vuran zaman o yerindən qalxdı və söydüyüm söyüşə qarşılıqlı şəkildə cavab verdi. Həmin vaxt masada əyləşmiş Zaur adlı digər bir həmkəndlim mənə sən bu sözlərdən danışırsan, ayıbdır deyərək irad bildirdi. Ona sən qarışma, sənlik deyil deyərək cavab verdim. Bu zaman Zaur mənə hirsləndi və çıx cəhənnəm ol çölə deyərək cavab verdi. Mən də masanın üzərində olan qədəhi götürərək onun üzərinə doğru tulladım. Qədəh onun sol gözünün üstündən alın nahiyəsinə dəydi. Zaurun alnından qan gəlməyə başladı. Orada olan şəxslər məni kənara dartaraq apardılar. Restoran kafenin qarşısında olarkən içəri polis əməkdaşları daxil oldu. Məndən hadisənin
mənim tərəfimdən törədilib-törədilmədiyini soruşdular. Polis əməkdaşlarına hadisəni özümün törətdiyimi bildirdim. Məni Zülfa rayon polis şöbəsinə dəvət etdilər. Polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getdim deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. Bu cinayət işinə Zülfa rayon məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə qalibin barəsində Cinayət Məcəlləsinin 70-ci şərti məhkum etmə maddəsi tətbiq olunub, ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.